Bugünlərdə Tehran metrosunun Müqəddəs Məryəm adlı yeni stansiyasının açılışı olub. Stansiyanın istifadəyə hazır olduğu barədə məlumatlar hələ oktyabr ayında yayılsa da, rəsmi təntənəli açılış mərasimi ötən həftənin sonunda baş tutub. İran paytaxtının düz mərkəzindəki metro stansiyası üçün Müqəddəs Məryəm adının seçilməsi İran ermənilərinə məxsus Müqəddəs Sərkiz kilsəsinin onunla üzbəüz yerləşməsi ilə izah olunub. Həmin kilsədə Tehran ermənilərinin yeparxiyası fəaliyyət göstərir. Yəni stansiyaya əslində ermənilərin şərəfinə bu cür ad verilib. Bunu İran mediasındakı yazılar da təsdiq edir. Hətta İran təhlükəsizlik orqanlarına bağlı Nur News portalı bununla əlaqədar dərc etdiyi məqalədə Tehran Müqəddəs Məryəm adına təzim edir başlığından istifadə edib. Onu da deyək ki, stansiyanın əvvəlcə başqa ad daşıyacağı nəzərdə tutulurdu. Belə ki, bu ilin aprelində yayılan xəbərlərdə həmin stansiya Şəhid Nicatullahi adı ilə təqdim olunub və onun tezliklə istifadəyə veriləcəyi bildirilib. Aydın olur ki, yeni stansiyaya İranda inqilab zamanı şah qüvvələri tərəfindən qətlə yetirilmiş universitet müəllimi Kamran Nicatullahinin adı veriləcəkmiş. Lakin sonradan hakimiyyət orqanları bu fikirdən daşınaraq Müqəddəs Məryəm adına üstünlük veriblər. Görünür, bu İranın Ermənistanla getdikcə daha da sıxlaşan və dinamik inkişaf edən münasibətləri kontekstində məqsədə uyğun sayılıb. Təsadüfi deyil ki, stansiyanın açılış mərasimində İran ermənilərinin tanınmış nümayəndələri və Tehran yeparxiyasının təmsilçiləri ilə yanaşı Ermənistanın İrandakı səfiri Grigor Akopyan da iştirak edib. Stansiyanın açılışından öncə İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin reaksiyası da bunu təsdiq edir. Laricani özünün X səhifəsində yazıb, bəzən bir ad seçimindəki novatorluq ictimai diplomatiyada böyük rol oynaya bilər. Müqəddəs Məryəm adına metro stansiyasının açılışı və onun sənətkarlıq nümunəsi olan bədii tərtibatı bu qəbil işlərdəndir. Onu da deyək ki, bu hadisə Ermənistanda da məmnunluqla qarşılanıb. Bununla bağlı İrəvanda keçirilən küçə sorğusunda Ermənistan vətəndaşları metro stansiyasına Müqəddəs Məryəm adının verilməsini böyük addım kimi dəyərləndiriblər. Diqqəti çəkən xəbərlərdən biri də budur ki, stansiyanın açılışından öncə Tehran Şəhər Şurasının üzvü Hüccətül İslam Məhəmməd Ağamiri Tehran ermənilərinin yeparxiyasına gedib və yeparxiyanın rəhbəri arxiyepiskop Sepu Sərkisyanı və digər keşişləri açılışda iştirak etməyə dəvət edib. Sepu Sərkisyan İran hakimiyyətinin bu addımını yüksək qiymətləndirərək deyib, bütün İslam dünyasında yalnız İran belə dəyərli addım atıb. Qeyd edək ki, rəsmi açılışdan bir neçə gün öncə Tehran şəhər mediasının sözcüsü Əbdülmütəhhər Məhəmmədxaninin müşahidə ilə İran parlamentində Tehran və Şimal ermənilərini təmsil edən deputat Ara Şahverdiyan və Tehran yeparxiyasının keşişi Saak Xosrovyan erməni icmasının bir qrup nümayəndəsi ilə stansiyaya baş çəkib. Müqəddəs Məryəm stansiyasının rəsmi açılışında isə Tehran şəhərinin meri Əlriza Zakani şəxsən iştirak edib və öz çıxışında stansiyaya bu adın verilməsi ilə fəxr etdiklərini və bunun Tanrının bir lütfu olduğunu bildirib. O, həmçinin bu hadisənin dünyada hegemonluq etmək istəyən qüvvələrin İran əleyhinə apardığı yanlış təbliğata bir cavab olduğunu vurğulayıb. Mərasimdə çıxış edən İran parlamentinin erməni deputatı Ara Şahverdiyan deyib, bu stansiyanın açılışı təkcə bir nəqliyyat layihəsi deyil, həm də İranda ilahi dinlərin bir-birinə qarşılıqlı hörmətini və ölkədəki vəhdəti göstərən mədəni hadisə və simvolik addımdır. İran elə bir ölkədir ki, burada müxtəlif etnos və dinlərin birgə yaşayışının qədim tarixi vardır. Açılışda vurğulanıb ki, stansiyanın tərtibatında kilsə memarlığından və ikona təsvirlərindən geniş istifadə olunub. Bəziləri isə burada kilsə arxitekturası ilə İran memarlığının sintezinin müşahidə olunduğunu bildirib. Qeyd olunub ki, stansiyanın divarında Quranın Məryəm surəsinin müəyyən ayələri həkk olunub. Bütövlükdə stansiyanın adı və dizayn ətrafında İran mediasında geniş təbliğat kampaniyası aparılıb. İranın rəsmi təbliğatı metro stansiyasının bu cür adlanmasını İranda tolerantlığın, etnik və dini azlıqların haqlarına hörmətin və müxtəlif dinlərin dinc yanaşı yaşamasının təzahürü kimi qələmə versə də, əslində bu İran-Ermənistan dostluğunun təcəssümündən başqa bir şey deyildir. Çünki əgər İranda həqiqətən dini dözümlülük hökm sürsəydi, bir teledebatda İslam tarixi ilə bağlı fərqli fikir söyləyən ruhaninin evinə basqın olmaz və o, ağır təhqirlərə məruz qalmazdı. Əgər İran rejimi doğrudan da digər dinlərə və məzhəblərə tolerant yanaşsaydı, ölkədə sünnilər sıxışdırılmaz, bəhailər təqib və həbslərlə üzləşməzdi. Əgər İran hakimiyyəti iddia etdiyi kimi etnik azlıqların hüquqlarına hörmət qoysaydı, onunla eyni din və məzhəbdən olan Azərbaycan türklərinin milli mədəni haqları ilə bağlı ən elementar tələb və istəklərini qəzəblə qarşılamaz,
onlara qarşı davamlı repressiyalar həyata keçirməzdi. Görünən odur ki, İran rejiminin dırnaqarası tolerantlığı yalnız ölkədə yaşayan ermənilərə şamil olunur. Bu da çox düşündürücüdür. O da bir həqiqətdir ki, İranda Azərbaycanlılara məxsus tarixi mədəni abidələr biganəlik və baxımsızlıq ucbatından dağılıb məhv olduğu halda, ermənilərə məxsus kilsələrin təmir və bərpasına hər il böyük büdcə vəsaiti sərf olunur. Bu kilsələr İran mətbuatında geniş təqdim və təbliğ edilir. Bütün bunlar əlbəttə yalnız İranda yaşayan ermənilərin rəğbətini qazanmaq üçün edilmir. Ondan daha çox Ermənistanla əlaqələri möhkəmləndirmək və dünyadakı erməni diasporunun dəstəyini əldə etmək naminə həyata keçirilir. Belə ki, Azərbaycan torpaqlarının 30 illik işğalı dövründə bitərəflik və balans gözləmək pərdəsi altında altdan Ermənistana dəstək verən İran rejimi 44 günlük müharibədən sonra Ermənistanla müttəfiq olduğunu açıq şəkildə ortaya qoyub. Rəsmi məlumatlara görə, yaxın zamanlarda İranla Ermənistan arasında strateji tərəfdaşlıq müqaviləsinin imzalanacağı da gözlənilir. Getdikcə möhkəmlənən, hətta bir metro stansiyasına az seçilməsində də özünü biruzə verən İran-Ermənistan müttəfiqliyi heç şübhəsiz regionda Azərbaycan və Türkiyənin artan nüfuz və təsirinə qarşı yönəlib. Bu da İran rejiminin anti-Türk və anti-Azərbaycan mahiyyətini növbəti dəfə ortaya qoyur.